Azərbaycanın 1-ci divizionda çıxış edən Qusarın Şahdağ futbol klubu ikinci dövrəyə daha güclü heyətlə qatılacaq. Klub ehtiyac olan mövqelərə yerli oyuncuları transfer etmək niyyətindədir. Şahdağ futbolçuları ikinci dövrənin hazırlıqlarına başlayıb. Qusarın Şahdağ futbol klubu Azərbaycan 1-ci divizionunun ikinci dövrəsinin hazırlıqlarına başlayıb. Təlim məşq toplanışları 2 mərhələdə aparılacaq. Hazırlıqların birinci mərhələsində fiziki, ikinci mərhələsində isə texniki təlimlər keçiriləcək. Fiziki təlimlər Qusarda, texniki hazırlıqlar isə gələn ay Mingəçevirdə təşkil olunacaq. Güclü qarın yağmasına baxmayaraq, gündə 2 dəfə təlim məşq toplanışını davam etdirən Şahdağ bu ay 4 yoldaşlıq görüşündə gücünü sınayacaq. Məşqlər ayın 8-dən başlamışıq, bu ayın 8-dən. 2 mərhələdən ibarət olacaq məşqlər. Biri Qusar rayonunda olacaq, birinci mərhələ fizpodqatovka, ikinci mərhələdə Mingəçevir şəhərində olacaq. Komanda çempionatın ikinci dövrəsinə daha iddialı heyətlə qatılmaq niyyətindədir. Fevral ayında kluba yeni oyuncuların transferi nəzərdə tutulub. Əsasən yerli futbolçulara güvənən Telman Zavadov təlim məşq toplanışı zamanı legioner futbolçuları baxışa dəvət etməyib. Əlik bilinmir, hansı uşaq, hansı gəlirsə. Uşaq çoxdur. Gəlmək istəyən Qusar futbol klubu. Üstünlükdə yerli uşaqlara da verirəm, cavan uşaqlara da verirəm. 5-6 dənə futbolist cəlb olunacaq. 1-ci divizionda çıxış edən klub yeni mövsümdə ilk görüşünü Mərkəzi Ordu İdman klubu ilə keçirəcək. Bu oyun fevral ayının 20-si başlayacaq. İlk dövrədən sonra Şahdağ klubu turnir cədvəlində 23 xalla 8-ci pillədə qərarlaşıb. Ələkbər Məmmədbəyov, Məhərrəm Bağırov, Qusar.